Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Bugün sizinlə qalın hərflərdən olan 3 hərf barəsində danışacağım. Bunlar qayn, xa və qaf hərfidir. Bu hərflər kəsrəli gəldikdə ı səsi kimi oxunmur. Çox eşidirik. Və izə qilə, qilə, qi deyil, incə bir şəkildə oxunmalıdır. Və izə qilə, qilə. Qaf hərfi özü qalın hərfdir. Amma o demək deyil ki, kəsrəli gəldiyi halda ı səsi verməlidir. Həmçinin xa hərfi ilə də xı eşidirik, səhvdir, xi, qi. Həmçinin qayn hərfi ilə də qı deyil, qi. Yəni, baxmayaraq ki, bu hərflər qalındır, bunlar kəsrəli gəldiyi halda qalın şəkildə oxunmaz. Bir daha təkrar edirəm. Qayn, xa, qaf. Baxmayaraq ki, qalın hərflərdir, lakin kəsrəli halda ı səsi ilə yox, i səsi ilə oxunur. Qi, xi, qi. Allah sizlərə qorusun.